Salam şagirdlər, bu gün sizinlə Gülnara Mudavanın Narıncı test kitabından artikel mövzusunun ikinci quizinə baxırıq. Gəlin baxaq birinci suala. Deməli, Bosfor Bridge, Bosfor körpüsü. Körpü adlarının qarşısında bilirik ki, artikel olmur. In Turkey, Turkey, Türkiyə ölkə adları da qarşısı boş olmalıdır. East, West. Deməli, şərq və qərb. Coğrafi cəhətlər şimal, cənub, şərq, qərb. Belə tək işləndiyi vaxtda biz onun qarşısına mütləq Z artiklını yazmalıyıq. Buna görə də doğru cavabımız olacaq A variantı. İkinci sualda he is from Japan, o Yaponiyadandır. Ölkə adı olduğu üçün qarşısı boş qalacaq. His native language is Japanese. Dili biz iki cür deyə bilərik. Ya deyirik sadəcə Japanese, Yapon dili olaraq, ya da The Japanese language olaraq deyirik. Yəni, burada language sözü olsaydı, qarşısına Z artiklını yazardıq. Language sözü olmadığı üçün isə dil olaraq istifadə etdiyimiz vaxt biz qarşısını boş saxlamalıyıq. Düzgün cavab olur D variantı. Baxırıq üçüncü suala. Deməli, üçüncü sualda Smiths live in Smithlər ailəsi. Ailəni bildirdiyimiz vaxt biz the article-dan istifadə edirik. The Smiths, yəni Smithlər ailəsi lived in deməli Ukraine. Ukrayna dedikdə isə istisna ölkələrdən biridir ki, burada Z artiklı yazılmalıdır. Deməli, bəzi ölkələrimiz vardı ki, onların qarşısında Z artikl olurdu. Filippins, Niderland, Haqua, Latviya, Litviya, Ukrayna. Deməli, bu ölkələrimiz Krım Z artiklı ilə işlənir. Dördüncü sualda the musicians were playing violin. Deməli, play həm bilirik ki, oynamaq mənasını verir, həm də musiqi alətlərindən çalmaq. Violin skripka. Yəni skripka çalmaq mənasında işlənir təbii ki. Musiqi alətlərindən işləndiyi vaxt biz burada Z artiklını yazmalıyıq. Lakin play football, play volleyball desək, bu zaman Z artiklı olmur. Musiqi alətlərində isə olmalıdır. Daha sonra in the middle of Z artiklı burada yazılacaq. Çünki Atlantik okeanının ortasında deyir. Bu ifadə the middle of olaraq gedir. Və Atlantik okean olduğu üçün biz okeanların qarşısına ümumiyyətlə su hövzələrini Z ilə işlədirik. The Atlantic when Titanic was sinking. Düzgün cavab olacaq A variantı. Daha sonra 5-ci. Alps are in Europe. Deməli, Alps bilirik ki, Alp dağlarından söhbət gedir. Dağlar və adalar tək olduqda Z artiklından işlədilmir. Lakin toplu halda adalar qrupu və dağlar qrupu isə mütləq Z artiklı ilə işlədilməlidir. Və Avropa, Asiya qitələrimiz qarşısı boş olacaq. Heç bir şey istifadə eləmirik. Düzgün cavab B variantı. 6-cı sualda Irish Sea. Sea dəniz. Deməli, su hövzələri dedik ki, dəniz, çay, okean, göl. Göl sözü təbii ki, yanında gəlməzsə Z artiklı ilə işlənir. Great Britain, Great Britain Böyük Britaniya, bu da qarşısı boş olacaq və İrlandiya, təbii ki, bunlar da qarşısı boş işlənməlidir ölkələrin. Düzgün cavabımız olacaq C variantı. 7. We always go for a walk. Bu da bizim əzbər ifadəmizdir ki, for a walk olaraq istifadə olunur. After dinner. Dinner deməli nahar boş olacaq qarşısı. Heç bir artikel yazmırıq. Çünki ümumi olaraq deyir ki, yəni nahardan sonra biz gəzməyə gedirik. After dinner, after breakfast. Düzgün cavabımız B variantı. 8-ci sualda Aliyevs live in Nizami Street. Bu da ailəni bildirir. Əliyevlər ailəsi.
və buna görə Z artikli ilə yazılmalıdır. The Aliyevs, Aliyevlər ailəsi live in, deməli Nizami Street, Nizami küçəsi. Ümumiyyətlə küçə adları heç bir artiklla işlədilmir, boş olacaq qarşısı. Düzgün cavabımız olacaq A variantı. 9-cu sualda is there meat or milk in the fridge? Aha, meat ət deməkdir, milk isə süd. Ət, süd bunlar yeyinti məhsullardır, sayılmır və sayılmadığı üçün də heç bir artikla ehtiyac yoxdur. Qarşısı boş işlənəcək. Yenə after dinner gördük keçən testdə. Burada isə after breakfast verilib. Yenə qarşısı boş işlənməlidir. Deməli, we shall fly to Italy. Italy, İtaliya ölkə adıdır. Yenə qarşısı boş olacaq. Most people, most qaydasını bilirik ki, mostdan sonra əgər isim gəlsə, yəni buradakı kimi people isim olsa, qarşısında heç bir artikel işlədilmir. Lakin mostdan sonra sifət gəlsə, məsələn, the most interesting, the most beautiful, bu zaman the artikli mütləq olmalıdır. Daha sonra baxırıq ki, unemployment işsizlik sayıla bilməyən isimdir. Yəni ümumi mənada danışılır. Burada heç bir artikla ehtiyac yoxdur. Lakin sonda biggest sifətin üstünlük dərəcəsidir. The biggest deməliyik biz bunu. Ən böyük problemlərdən deməli biridir. İşsizlik. Düzgün cavabımız olacaq Y variantı. 12-ci sualda what joins Atlantic and Pacific Oceans? Atlantik və Sakit okeanları. Okean adları, su hövzələri təbii ki Z artikli ilə işlənəcək. Düzgün cavabımız olacaq C variantı. Next year. Next və last sözləri zaman mənası bildirən sözlərlə işlənsə, məsələn, next year gələn il, next week gələn həftə, next day növbəti gün, bu kimi ifadələrlə işləndiyi zaman qarşısında heç bir artikel yazmırıq. Və Swiss Alps. Bu yenə Alp dağları, dağlar qrupu olduğu üçün burada da Z artiklini yazırıq. Sonra 14-cü sualda nearest. Baxırıq ki, sonunda est şəkilçisi var. Sifətin üstünlük dərəcəsidir. Buna görə Z artikli ilə yazılacaq. Və ikinci hissədə də deməli end of the street, küçənin sonu. Küçənin sonu artıq belə deyək, konkret yer bildirdiyi üçün at the end of the street deyirik. Nəyinsə sonunda, başlanğıcında, at the beginning of, the end, the beginning bu ifadələr the artikli ilə işlədilir. D variantı doğrudur. 15-ci sualda Hemingway's first major success was the publication of his famous novel. Deməli, Hemingway's first dediyimiz zaman əgər normalda bilirik ki, first sıra sayıdır, birinci deməkdir və sıra sayıları the artikli ilə işlədilir. Lakin burada apostrof s verildiyi üçün apostrof s-dən sonra biz heç bir artikel ya əvəzlik yazmırıq. Yəni bu hissə boş olacaq. İkinci hissədə isə baxırıq yenə his, bu da yiyəlik əvəzliyidir. Həmçinin yiyəlik əvəzliyindən sonra da yiyəlik halı və yiyəlik əvəzliyindən sonra heç bir artikel yazılmır. Yəni boşluq olacaq hər iki tərəfdə. 16. Third. Third üçüncü deməkdir. Yenə sıra sayıdır bu və sıra sayıları qarşısında yiyəlik əvəzliyi, yiyəlik halı yoxdursa the artikli ilə təbii ki yazılacaq. Və world dünya sözü də belə deyək, unikal sözlərdən biri olduğu üçün dünya, günəş, ay, yer kürəsi the artikli ilə yazılır. 17-də belə bir ifadəmiz var bizim. At the age of 18. At the age of yaşı deyirik. Yəni filan yaşda, 18 yaşında. At the age of ifadəsi the artikli ilə işlədilir.
Deməli, burada the article-ını yazacağıq və ikinci tərəfdə də one, yəni xoşbəxt biridir. One burada artıq insanı əvəz elədi və sayılan isimdir. Qarşısında a article-ını yazmalıyıq. A happy one, a good one. A article-ı mütləq one işlədilərsə, sayılan ismi əvəz edirsə, biz onu a article-la yazırıq. Və 18-də Azerbaijan has embassy in Prague. Buna baxırıq ki, Azərbaycan ölkədir, qarşısı boş qalmalıdır. Prague bu da yenə boş olmalıdır. Embassy isə səfirlik sözü artıq sayıla bilən isim olduğu üçün an embassy deməliyik biz bunu. Düzgün cavabımız olacaq A variantı. 19-da bu da baxın ifadəmizdir, əzbər bilməli olduğumuz once upon a time. Once upon a time biri var idi, biri yox idi. Günlərin bir günü, bir vaxtlar belə mənaya gəlir. Once upon a time there was a small town. Town kiçik şəhər deməkdir. Sayıla bilən isim olduğu üçün biz buna deyirik a small town. Kiçik bir şəhər, yəni sayıla bilən tək isimlərin qarşısını boş qoymuruq. Orada mütləq article olmalıdır. Ümumi mənada danışılırsa a və yaxud an article, lakin konkret danışılırsa the article yazılmalıdır. Və deyir by sea. Burada isə yalnızca bir cavabımız qalır bizim. The article-nin yazılması by the sea, yəni dənizin yaxınlığında, yanında. 20-ci sual. Streets in Baku. Number of ifadəsi the number of da yazıla bilər, a number of da yazıla bilər. Biz baxırıq xəbərimiz. Xəbərimiz are-dır, yəni cəmdədir. Xəbərimiz əgər cəmdədirsə, bilirik ki, a number of-un xəbəri cəm olur. The number of-un xəbəri is olardı, tək olardı. Və Bakının da qarşısı şəhər olduğu üçün boş qalır. B variantı. 21. It's wonderful to be in the open air. Təmiz havada ifadəsi bu da, yəni əzbər yadda saxlanmalıdır ki, in the open air. Yəni açıq havada. Və ikinci hissədə isə in the sun olacaq. Sun da bayaq dediyim kimi unikal bir isimdir, yəni bənzərsiz. Ay, günəş, yer kürəsi, bunlar the article ilə işlənir. Düzgün cavabımız olacaq C variantı. 22. Experts think that in the middle of the century, bayaq dediyim ifadədir, the middle of. Və baxırıq population of USA. USA ABŞ sözü, Amerika Birləşmiş Ştatları the article ilə işlənir. Birləşmiş Dövlətlər demişik biz. Və ondan əvvəlki hissədə population sözü də the population olmalıdır. Niyə? Çünki ABŞ-ın əhalisindən söhbət gedir. Konkret danışırıqsa əgər Azərbaycanın əhalisi, ABŞ-ın əhalisi, hansısa ölkənin konkret olaraq əhalisindən söhbət gedirsə, bu zaman the article orada mütləq yazılmalıdır. 23-də yenə USA görürük, bu dediyimiz kimi. UK və USA bu kimi sözlər the article ilə yazılır. Kanada ölkə olduğu üçün qarşısı boş qalacaq və north şimal, bayaq dediyim kimi coğrafi cəhətlər, şimal, cənub, şərq, qərb. Hamısı the article ilə işlənir. Bax belə tək olduqda. Və Meksika, bu da yenə qarşısı boş qalır və south, bayaq dediyimiz kimi the article ilə işlənir. Düzgün cavab olacaq D variantı. 24. Mountainous country, deməli country, yəni ölkə olaraq götürür bunu. Ölkə olduğu üçün qarşısı boş olacaq. Ölkələrin qarşısına bəziləri istisna olmaqla bayaq saydıqlarım qarşısı, yəni boş olacaq. Ethiopia is beautiful mountainous country. Country ölkədir deyir. Ölkə konkret olaraq yox. Daha doğrusu country sayıla bilən isim olduğu üçün biz a country deməliyik. Gözəl dağlıq bir ölkədir.
A beautiful mountainous country. Artiklı burada işlənməlidir. 25-ci sualda there is bread, butter and ham on the table. Aha. Bread, butter, ham demək çörək, yağ, donuz əti bunlar sayıla bilməyən isimlərdir. Uncountable nouns cədvəlində var adları. Sayıla bilməyən olduqları üçün, yəni onların qarşısına heç bir şey yazmırıq, boş olacaq. Sonda isə table, stol sözü bu artıq konkret bildirir. Yəni stolun üstündə yerini bildirir. Bu zaman biz the article-nı mütləq yazırıq. On the table. Və 26-da what clever parrot said man. Necə də ağıllı tutuquşudur, dedi adam. Parrot tutuquşu sayıla bilən tək isimdir. Buna görə a clever parrot deməliyik. Ağıllı bir tutuquşu. Və ikinci tərəfdə də yalnızca bir variantımız var ki, the man, deməli həmin adam, həmin kişi dedi. The man olaraq istifadə edirik. David is old friend of mine. Aha, David mənim köhnə dostlarımdan biridir. An old friend of mine. Yəni köhnə dostumdan biri. An old friend. Friend sözü sayıla bilən tək isim olduğu üçün biz onun qarşısına an article-ni yazırıq. Və burada deyir ki, plays flute, plays çalmaq mənasını verir. Flute tütək çalır və musiqi alətlərinə belə deyək, alətlərlə nəyisə çalmaq mənasında işlənirsə, bu zaman the article-ni yazırıq. Play tennis təbii ki, oynamaq, tenis oynamaq sözü boş olacaq qarşısı və bayaq dediyimiz ifadə the age of 10 və yaxud at the age of 10, 10 yaşında. Bu da the article ilə işlənir. Amsterdam deməli şəhərin adıdır və qarşısı boş qalmalıdır. Digər tərəfdə Niderland sözü ölkə olsa da, ölkə olmağına baxmayaraq Niderland, Filippin, bayaq dediyim Haqua, bu kimi ölkələr the article ilə işlənir. The Netherlands deyirik. Və bizim variantımız olacaq. B variantı the main city. Deməli, Niderlandın əsas şəhəridir. Biz də bunu city sözünü the article ilə işlədirik. Konkret olaraq, yəni Niderlandın bir şəhərindən danışdığı üçün the main city olaraq yazırıq. 29-da hansılar the article ilə işlənir? Deməli, istisna ölkələrdən var burada. Kongo dediyimiz kimi, Bahamas və Krım. Deməli, bunlar the article ilə işlənir. Digərləri isə deməli, şəhərlər the article ilə işlədilmir. Sadəcə istisna olanlar, bax bu üçü də onlardan biridir. Kongo, Bahamas, Krım D variantı və 30-da bizə verib no. No-dan sonra biz bilirik ki, deməli nələr gəlməz. No-dan sonra article gəlməz. Article olmaz. No any olmaz. No yenə another olmaz. No-dan sonra sadəcə bunlardan no other işlədə bilərik. No other questions. Bu qədər testimiz bitdi.